Gəlin 15 nömrəli test tapşırığına baxaq. Buraxılış imtahanına düşən sualdır. Choose the line of compound nouns. Bizdən mürəkkəb isimlər olan cərgəni tapmağı istəyir. Gəlin baxaq. A variantında information sözü var. Information sözündəki tion şəkilçidir. Buna görə A variantı deyil. Daha sonra B variantında brotherhood sözündəki hood şəkilçidir. Buna görə B variantı da deyil. Gəlin C variantına baxaq. C variantında agreement sözündəki ment yenə isim düzəldən şəkilçidir. Buna görə C variantını çıxırıq. D variantında darkness sözündəki ness isim düzəldən şəkilçidir. D variantını çıxırıq. Qalır E variantı. Shoemaker, mindset və snowdrop. Cavab olur E variantı.